Azərbaycan dilinin qorunması və inkişafı məqsədi ilə yeni layihənin icrasına başlanılıb. Milli Kitabxanada dilimiz milli mədəni kimliyimizin təməlidir mövzusunda ilk seminar keçirilib. Seminarda Azərbaycan mədəniyyəti 2040 konsepsiyasının əhəmiyyətindən söhbət açılıb. Bildirilib ki, konsepsiya müasir dövrün çağırışlarına uyğun olaraq milli mədəni dəyərlərin qorunması və inkişafına dair xüsusi yol xəritəsi rolunu oynayır. Qeyd edilib ki, layihənin əsas məqsədi yeni mədəniyyət konsepsiyası əsasında Azərbaycan dilinin milli mədəniyyətdəki yerinin daha da möhkəmləndirilməsinə, eləcə də mediada dildən düzgün istifadənin təbliğinə dəstək verməkdir. Düşünürəm ki, Azərbaycan dilinin günümüz içərisində və sabahlarımızda əhəmiyyəti çox artır. Cənab Prezidentin vacib sözləri var ki, bir xalqın və o sıradan Azərbaycan xalqının milli kimliyinin ən başlıca əlaməti, eləcə də dövlətçiliyimizin təməl kərpiçlərindən birincisi dilimizdir. Onu qorumalıyıq, inkişaf elətdirməliyik, onun gələcəyi haqqında həmişə qayğıları içərimizdə yaşatmalıyıq və Mədəniyyət Nazirliyinin başladığı bu seminarlar silsiləsinin lap əvvəlində dillə bağlı seminarın keçirilməsi də düşünürəm ki, həmin məntiqin əsasına söykənir. Hörmətli Cənab Prezident ötən il noyabrın 4-də Milli Elmlər Akademiyasının 80 illik yubileyində dilimizi ilk dəfə olaraq dilimizin, kimliyimizin bir pasportu olduğunu ortaya qoyubdu və dərhal ondan heç 2 ay keçməmiş də bu sərəncam imzalandı və yeni konsepsiya qəbul olundu. Bu konsepsiya Azərbaycan dili və ədəbiyyatını ilk yerdə verir.